Qan orqanizmin həyati fəaliyyətini təmin edən əsas mayedir. Lakin genetik faktorlar bəzən bu axının təbii gedişatına maneələr yaradır. O axına səssiz bir çətinlik qatır, hemofiliya kimi. Hemofiliya qanın laxtalanma prosesinin pozulması ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Xəstəlik zamanı orqanizmdə yaranan qanaxmalar adi insanlara nisbətən daha uzun müddət davam edir və bəzən kiçik zədələr belə ciddi fəsadlara yol açır. Hemofiliya əsasən genetik ötürülən xəstəlikdir və daha çox kişilərdə rast gəlinir. Hemofiliya xəstəliyinin ilkin əlaməti qanaxmadır. Xüsusən uşaqlarda tez-tez təkrarlanan burun qanaxması, diş ətindən qanaxma, bədənində səbəbsiz göyərmələr, kiçik travmalar nəticəsində yaranan uzun müddətli qanaxmalar, həmçinin oynaqlarda şişkinlik, ağrı hemofiliya xəstəliyinin ilkin əlamətlərindəndir. Hemofiliya xəstəliyi əgər müalicə olunmazsa, zamanla oynaqlarda zədələnmələr, hərəkət məhdudiyyəti və əlillik formalaşa bilər. Ağır hallarda isə hemofiliya xəstəliyi zamanı daxili qanaxmalar, elə həmçinin də beyin qanaxması xəstənin həyatını riskə ata bilər. Hemofiliya az rast gəlinən xəstəliklərdən hesab olunur. Statistikaya görə hər 10.000 oğlan uşağından biri bu xəstəliklə doğulur. Ümumilikdə dünyada 400 mindən çox insan hemofiliya ilə yaşayır. Onların böyük hissəsi ya diaqnoz qoyulmamış, ya da lazımi müalicəyə tam çıxışı olmayan şəxslərdir. Azərbaycanda da hemofiliya az rast gəlinən xəstəliklər sırasına daxildir və yüzlərlə xəstə qeydə alınıb. Hemofiliya xəstəliyi X xromosomra ötürülən irsi koagulopatiyadır. Əsasən oğlan uşaqlarında rast gəlir, qadınlar isə daşıyıcı olur. Lakin Azərbaycanda qohum nikahları nəticəsində qadınlarda da müşahidə oluna bilər. Buna görə də xəstəliyin erkən aşkarlanması və risk qruplarında genetik məlumatlandırılmanın və skrininqin aparılması tövsiyə olunur. Hemofiliya xəstəliyinin müalicəsi vəzedici terapiyaya əsaslanır, yəni qanda çatışmayan laxtalanma faktoru xəstəyə vena daxili yeridərək həyata keçirilir. Bu həm profilaktik rejimdə, həm də qanaxma olduğu zamanı xəstəyə tətbiq olunur. Erkən diaqnoz hemofiliya xəstələrinin həyat keyfiyyətində həlledici rol oynayır. Əgər xəstəlik vaxtında aşkarlanarsa, düzgün müalicə və profilaktik tədbirlərlə xəstələr normal həyat sürə bilirlər. Hemofiliyalı şəxslər uşaq sahibi ola bilirlər, lakin burada genetik risklər mövcuddur. Xüsusilə qadın daşıyıcılarda xəstəliyin uşağa ötürülmə ehtimalı daha yüksək olur. Hemofiliyalı xəstələrə adi tam qan deyil, xüsusi hazırlanmış qan komponentləri və laxtalanma faktorları verilir. Bu faktorlar ya plazmadan ayrılır, ya da müasir biotexnologiya ilə süni şəkildə hazırlanır. Əsas məqsəd qanaxmanı dayandırmaq və profilaktik olaraq yeni qanaxmaların qarşısını almaqdır. Birinci növbədə donor seçimi və yoxlanılması aparılır. Yaşı 18-65 arası şəxslər donor ola bilərlər. Həkimlərimiz tərəfindən sorğu aparılır. Hər hansı bir xroniki və infeksion xəstəliyinin qarşısını almaq üçün fiziki yoxlanış aparılır. Arterial təzyiq, nəbz, temperatur, çəki, boy yoxlanılır. Hemoqlobin dəyəri yoxlanılır və tibbi kriteriyalara, sağlamlığa uyğundursa, şəxslər donor ola bilər. 4 infeksiya laboratoriyada yoxlanılır. Hepatit B, hepatit C, sifilis, HIV. Yoxlandıqdan sonra tibbi təhlükəsizlik sertifikatıyla təmin olunurlar. Biz Respublika Qan Bankı olaraq bizim əsas funksiyamız və işimiz donor qanını toplamaq, yoxlamaq, tədarük etmək, saxlamaq və ehtiyacı olan şəxslərə qan və qan komponentləri təmin etməkdir. Hemofiliya yoluxucu xəstəlik deyil. Erkən diaqnoz, düzgün müalicə və müasir tibbi imkanlar sayəsində bu xəstələr tam aktiv həyat sürə, təhsil ala, işləyə və ailə qura bilirlər. Hemofiliya ilə mübarizə yalnız tibbi deyil, həm də sosial məsələdir. Maarifləndirmə və dəstək bu insanların həyat keyfiyyətini yüksəltmək üçün ən vacib amillərdəndir.